Bir bacı sual verir və bildirir ki, yoldaşım iş yerinin alış-verişini edir və ödənişlər kartla olduğu üçün bankdan kəşbek qazanır. Həmin kəşbek pula çevriləndə bu pul bizim üçün halal sayılırmı, yoxsa halallıq almaq lazımdır? Cavab belədir ki, əgər iş yerinə aid olan bir kartdırsa və bu pul kartda hazır şəkildə, yəni kart şəklində həyat yoldaşınıza verilirsə və yoldaşınız da burdan alış-veriş edirsə, həmin kəşbek də sözsüz ki, iş yerinə aiddir və bunu istifadə etmək üçün halallıq almaq lazımdır. Yox, əgər kart bacının, həyat yoldaşının özünə aiddirsə və iş yerindən ona nağd pul verilir və qardaş da həmin nağd pulu karta köçürüb, kartla alış-veriş edir və buna görə kəşbek qazanırsa, bu kəşbekdən yəni istifadə edə bilər. Bunun üçün yəni iş yerindən halallıq almağa ehtiyac yoxdur. Ən doğrusunu isə Allah bilir.